Sən buradan çətin keçərsən. Gəldim, gördüm ki, böyük bir aktivli zal. Mənə görə narahat olma. Doğrudan çox idi və Aktivli zal. Akt zal da deyə bilərdi. mən həqiqətən də gözəl parodiya edirəm, yəni. Dolçalar yəni bunu bacarır. Və dedim ki, mən bəlkə sənədimi verim televiziyada. Belə fikirləşdim və bir gün elan eşitdim radioda ki, bəs belə bir elan var, aparıcı axtarırlar radioya, televiziya ümumiyyətlə. Belə zəng vurdum. İndi hal-hazırda bizi izləyirsə çox gözəl olar. Mən onda iki yerdə Parodiya, televiziya, radio deyə d və t səslərini tələffüzdə dəyişdirmək Azərbaycan ədəbi dilinin fonetikasına uyğun deyil. Mən demək böyük bir arzum idi ümumiyyətlə televiziyada çalışmaq, incəsənətlə məşğul olmaq. Çünki buna böyük bir istedadım var idi. Müəllimlərim belə söylürdü, orta məktəb müəllimlərim. Hətta anama hər zaman söylürdülər ki, siz naq belə edirsiniz, sizin qızınız ümumiyyətlə incəsənətlə məşğul olmalıdır. Mən anamın istəyi ilə, arzusu ilə həkim oldum və təbii ki, Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olmaq, orada Demək yox, demək olmalıydı. Danışarkən tələsir. Tələsdiyinə görə də dilinin topuq çalma halları nitqin rabitəsinin pozulma ehtimalı yaranır. İnsanlar bilirlər ki, həm qəbul olmaq, həm orada oxumaq nə qədər çətindir və gözəl tələbəlik illərim oldu. Artıq demək olar ki, o incəsənətlə bağlı həvəsimi ürəyimdə söndürmüşdüm. Nə qədər çətindir, ürəyimdə söndürmüşdüm, tərzində uzatmalar yanlışdır. Buna bitməmiş intonasiya deyirlər. Dəstəyə bir nəfər qaldırdı. Mən dedim ki, bəs eşitdim sizdə castingdə mən gəlmək istəyirəm. Siz nə işləyirsiniz söylədilər. Dedim, mən həkiməm. Həkimsiz həkimliyinizə edin də, belə bir söz dedilər. Dedim ki, yox, mənim istedadım var. Mənim müəllimlərim anama hər zaman söyləyərdi. Mən 5 il Əminə Dilbazi Respublikan xalq artisti, ruhu şad olsun, tələbəsi olmuşam Çinarda, rəqs eləmişəm. Yəni belə ümumiyyətlə məktəbdə tədbirlərin əksəriyyətində demək olar ki, təşkilatçılardan biri idim. Dedi ki, yox, siz mən düşünürəm ki, həkimliyi davam etsiniz daha yaxşı olar. Dedim ki, sizin nəyinizə lazım? Elan vermişsiniz, mən gəlmək istəyirəm. Həkimliyinizə, nəyinizə lazım? Şəkilçiləri yanlışdır. Azərbaycan dilində ıvız, ıvız, uvuz, övüz şəkilçisi yoxdur. Bir məsələ heç vaxt danışmamışam, bunu deyəcəm sizə. Mən gəldim, o növbəni keçdim. Qapının önündə gördüm bir də polis dayanıb. Həmin polisin adı Akşın idi. Akşını salamlayıram buradan. Bizim müalicə xidmətində çalışırdı. Bəli, uşaqlıqdan da hər zaman mənə dedilər, elə baxmadı, gözlərim iridir, elə deyirlər. Mən hiss eləmirəm bunu. Mən yadıma Bu nitq nümunəsində də deyə parazit səslər tez-tez olmasa belə müəyyən aralıqlarla eşidilir, təkrarlanır. Dənə ifadəsini insanlar üçün istifadə eləməyimiz düzgün deyil. Bir dənə polis yox, bir nəfər polis ya da bir polis dayanmışdı deməliydi. Hər zaman da yuxarı sinifdən biz uşaqlar balaca olanda, biz çox balaca olanda, yuxarıda sinifdə uşaqlardan biri hər zaman gəlirdi. Deyirdi ki, bunun gözlərinə, yəni bax, mən balacaydım, mən onda da elə saçımı keçi yığırdım. Siz təsəvvür edin ki, insanın demək ki, cizgilər dəyişmir. O məni tanıdı, mən də onu tanıdım, biz bir məktəbdə oxumuş, amma daha çox yüksək siniflərdə oxuyurdu. Elə oldu ki, mən dedi, burada nə edirsən? Dedim, bəs daha çox yüksək siniflərdə oxuyurdu. Fikrin yanlış ifadəsi, yəni leksik normanın pozulması.